Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şirahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah Teala bizləri yenidən xeyirli, faydalı məclisə cəm edib topladı. Həqiqətən də elm öyrənmək, insanın həyatını, vaxtını elmə ayırması, elm üçün gəlib məclislərdə iştirak etmək çox əzəmətli, çox faydalı, xeyri, savabı böyük bir ibadətdir. İbadətdir ona görə ki, Allah Teala bu əməli bizə əmr edir, tövsiyə edir. Elm öyrənin, elm tələb edin. Nə qədər ayələr var Qur'an-ı Kərimdə. Elə ilk nazil olan Qur'andan 5 ayəyə baxsaq, görərik ki, onun 4'ü elmlə əlaqəlidir. İqra bismi rabbikəl-ləzi xalaq. Səni yaradan Rəbbinin adıyla oxu. Səni yaradan Rəbbinin adıyla oxu. Xalaqal insane min alaq. O insanı laxtalanmış qandan yarattı. İqra və rabbukel əkram. Oxu. Baxın, növbəti dəfə oxumağı əmr etdi. Sənin Rəbbin kərəm sahibidir. Əlləzi alləmə bil qaləm. O Allah ki, insana qələmlə yazmağı öyrətdi. Və alləməl insənə mə ləm ya'ləm. İnsana bilmədiklərini də öyrətdi. İlk nazil olan 5 ayənin 4'ü elmlə əlaqəlidir. Allah Teala Ər-Rahman surəsində buyurur: Ər-Rahman alləməl Qur'an xalaqal insan alləməhul bəyan. Mərhəmətli olan Allah Qur'anı öyrətdi, insanı yarattı və ona danışmağı öyrətdi. Hamısının aləmlərin Rəbbi olan uca Allah bizə öyrədib, bizə tövsiyə edir elmi. Hətta əzəmətli bir dua peyğəmbərlərin dili ilə öyrədir. Rabbi zidni ilmən. Ey Rəbbim, mənim elmimi artır. Yeganə nemətdir ki, Allah Teala bizlərə onun artmağın Allahdan istəməyimizi buyurur. Çoxdur nemətlər, ruzu neməti, ömür neməti, xoşbəxtçilik neməti, hər şeyin yaxşı olmağı. Amma elmin artmağın xüsusi qeyd edir. Çünki elm olanda insan möminlər arasında ən üstün, ən seçilmiş şəxslərə çevrilir. Allah Teala buyurur: "Yərfə'illâhu'l-lezîne âmenû minkum ve'l-lezîne utul ilme dereceat." Allah Teala sizlərdən möminlərin dərəcəsini artırsın, möminlər arasında da elm əhlinin dərəcəsini artırsın və yüksəyə etsin. Heç bilənlərlə bilməyən eyni deyildir. Bu elmin məclisləri Allahın rəhmətinin, əmnamanlığının, sakitçiliyinin nazil olub endiyi məclislərdir. Bu məclislərə mələklər gəlirlər, iştirak edirlər, qanadları ilə düz səmaya qədər əhatəyə alırlar. Yeganə gəldikləri məclissi mələklərin dünyada. Ancaq və ancaq zikir, elm məclisləri. Gəlirlər cümə günü imam xutbə verəndə, məscidə gələn şəxslərin adlarını yazıb qurtardıqdan sonra daxil olub oturub xutbəyə qulaq asırlar. Allah zikr olunur, orada elm var. Gəlirlər elm məclislərində axtarırlar, araşdırırlar, görə bugün harada məclis var, dərs var. Elə ki tapır biri, o birilərinin də xəbər verir ki, gəlin, axtardığımız bu yerdədir. O məclisi qanadlarla səmaya qədər əhatəyə alırlar. Allah Teala elm məclislərində iştirak edən şəxslər ilə səma əhlinin yanında övünüb fəxr edir. Onların adların, ataların adları ilə bərabər çəkir səma əhliyin yanında. Aləmlərin Rəbbi olan Allah elm məclislərində iştirak edənlərin adların ataların adları ilə bərabər çəkir. Böyük bir
hörmətdir, böyük bir şərafətdir, üstünlükdür bu. İlm öyrənmək üçün gələn şəxsə Allah cənnət yollarını asanlaşdırır. Mələklər qanadların razılıq əlaməti olaraq elm dərslərinə gələn şəxsin ayağının altına sərir. Ona görə hər birimiz hiss eləməliyik, hər birimiz duymalıyıq, fikirləşib, tədəbbür etməliyik ki, biz bugün hardayıq. Xoşbəxt, uca bir məclissə. Allah Resulü sallallahu aleyhi və səlləmin ədəb və əxlaq mövzusunda olan hədislərindən oxumağa davam edirik. Bugün öyrənəcəyimiz hədis dində ən mühüm, ən mötəbər sayılan hədislərindən biridir. İnsanın daima həyatında fikir verməsi lazım olan hər bir işində riayət etməsi lazım olan əməllərdən biridir. Hədisin mövzusu halallar və haramlar haqqındadır. Təkcə qidada halallar və haramlar yox, hər bir şeydə. Yəni, təkcə halal və haram qidada, yemədə, içmədə deyil. Hər şeydə halala, harama fikir vermək lazımdır. Halal odur ki, yəni Allahın icazə verdiyi şeylər. Allah ona icazə verir. Onu edəndə savab mükafat qazanırsan. Onu tərk etməyini isə səni günaha, cəzaya layiq edir. Mə yuthabu fa'iluhu imtithalan və yəstəhiqqul iqabə tərikuhu. Halal, onu edən şəxs savab mükafat qazanır, tərk edən isə Allah qorusun, günaha, cəzaya haqq edir. Haram isə olmaz deməkdir. Etmə deməkdir. Yemə deməkdir, içmə deməkdir. Haramın mənası budur. Olmaz. Günahdır. İnsan o haram şeyi tərk eləyəndə savab mükafat qazanır. Amma eləsə, əzaba haqdır. Haramı hətta tərk eləməyə görə Allah Teala insana savab yazır. Haramı tərk eləyib, halala yönəlsə, buna görə mükafat var. Necə ki, Peyğəmbər s.ə.v buyurur ki, sizdən birinizin öz şəhvani istək və arzuların halal yolla qarşılaması onlar üçün ibadətdir və sədəqədir. Hər şeydə belədir. Haramı tərk edib, halal içirsən. Haram yeməyi tərk edib, halal yeməyi yeyəsən, buna görə savab mükafat. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İc'alu beynəkum və beynəl harami sutran minəl halali. Özünüzlə haramlar arasında halaldan bir pərdə düzəldin. Özünüzlə haramlar arasında halaldan bir pərdə düzəldin. Mən fəalə zəlikə istəbərrə li'irdihi və dinihi. Kim belə etsə, Allah Teala onun dinin qoruyar və onun adı, sanı, şərəfi, məqamı qorunmuş olar. Və mən irtə'a fihi kənə kəl-murtə'i ilə cəmbil himə. Amma kim haramlara tərəf meyilli olsa, aradan pərdəni götürsə, özü ilə haramlar arasında artıq himayə olunmuş, çəpərli bir əraziyə yaxınlaşmış olur. Yuşiku ən yəqə fihi. Az qalsın ki, ora düşəcək. Və innə likulli məlikin himən və innə himəllahi fil ardı məharibuhu. Həqiqətən də hər bir padşahın, hər bir məlikin qadağan olunmuş, himayə olunmuş ərazisi var. Allahın da bu yer üzərində himayə olunmuş ərazisi haramlardır. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnəl halalə beyyinun və innəl haramə beyyinun. Həqiqətən halallar da bilinir və haramlar da bilinir. Dində hamısı bunlar bilinir. Və beynəhumə müştəbihatun la ya'lemuhunne kəthirun minən nəsi. Ortada şübhəli şeylər var. Halalla haram arasında insanların çoxsu bunu bilmir. Bu hədis onu göstərir ki, az sayda da olsa insanlar bulur bu şübhəli şeylərə. Və kim bu şübhəli şeylərdən düşsə, artıq harama düşəcək. وَمَنْ وَقَعَ فِي الشُّبُهَاتِ وَقَعَ فِي الْحَرَامِ. Harama düşəcək. Necə ki, gətirib qoyunlarını başqasının çəpərinin, başqasının sahəsinin, otlağının yanında otaran çoban kimi. Az qalsın ki, o qoyun ağzını atıb, o başqasının otundan yiyəcək. Bu da haramdır, olmaz. Sən öz ərazində otlatmazsın heyvanını. Amma sən əgər heyvanı gətirib, başqasının çəpərinin, ərazisinin qırağında otlatacaq və o ondan yiyirsə, artıq bu nədir? Haramdır. Və Allahın da o əhatə olunmuş
yerləri bu dünyada haramlardır. Amma kim şübhəli şeylərdən uzaq olsa, şübhəli şəxslərdən, şübhəli rəylərdən, fikirlərdən, nədənsə sözlərdən həm dini salamat qalacaq, dinində azmayacaq inşallah, həm də ki, Allah qorusun, adı, sanı, məqamı, şəni uca olacaq. Həqiqətən də bugün insanların azmalarına səbəb nədir? Şübhəli şəxslərin ardınca getmələri, yəni aydın olmayan, əqidəsi, minhəci tam bilinməyən şəxslərin ardınca getməsi. Baxın, o əqidəsi və mənhəci tam bilinməyən şəxslər var ha. Bilirsən, insanları hara aparır? Əqidəsi və mənhəci tam aydın şəkildə xarab olduğu bilinən insanların yanına. Bəli, əqidəsi və mənhəci tam və aydın bilinməyən, tam aydın olmayan şəxslər səni əqidəsi və mənhəci salamat olan adamların yanına aparmır. Əksinə aparır, şübhəlidir axı, haramın yanına. Əqidəsi və mənhəci xarab olan şəxsin yanına. Bu belədir. Ona görə alimlər deyir ki, bizim üçün bidət əhlinə tərəf aparan şəxs, bidət əhlinin özündən daha betər, daha şərlidir. O səni aparır daha böyük xəssənin, daha böyük zalət əhlinin yanına. Amma şübhəli şəxslərdən, şübhəli adamlardan, şübhəli fikirlərdən uzaq olan adam salamat qalacaq, dini, adı, sanı və sənin qolundan tutub səni salamatların yanına aparacaq. Dinində, əqidəsində, fikirlərində doğru və dürüst olan şəxslərin yanına. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, kişi dostunun dinindədir. Dostun hansı əqidədə minhəcdədir, sən də o əqidədə minhəcdəsən. Deyə bilərsən, mən ola bilmərəm, qardaş. İnsan necədirsə, gedir, özü kimisinə oturub durur. Sən mümkündür bu qaydanı dəyişə bilmərsən. Bir insan necədirsə, dini, xasiyyəti gedəcək elə insanlarla oturub duracaq. Narazı, narazı ilə. Parçalanma yaratmaq istəyən, parçalanma yaratmaq istəyən. Xuruc fikri olan, xuruc fikri. Namazı kafir görən, namazı kafir görən. Cahilli üzür görməyən, cahilli üzür görməyən oturub duracaq. Amma əqidəsi minhəcli salamat olan adam, salamat əqidəli minhəcli insanla oturub duracaq. Həqiqətən kişi dostunun dinindədir. Kim bizdən əqidəsini gizlədərsə, oturub durduğu və dostluq elədiyi şəxsi gizlədə bilməz, ondan o adamlar tanınır. Tarixdə bu haqda dəlillər, Allah həmd olsun alimlərimizdən olduqca çoxdur. Sufyan əs-Sövri rahiməhullah gəlir Basraya, Rabi' ibn Sabih adında bir şəxs haqqında soruşur. Cemaat deyir, şeyx, Allah hər şey. Sünnə əhlidir. 5 vaxt namazın qılır, orucun tutur, saqqal, isbal, əlindən Quran düşmür. Sufyan əs-Sövri deyir ki, kimdən oturub durur o adam? Yoldaşları kimlərdir? Cemaat deyir ki, ay kişi, bunun bura nə aidiyyatı var? Alimə, sıravilər alimə qayda öyrədir. Bunun bura nə aidiyyatı var? Bu adam bütün günü meçidədir, əlindən Quran düşmür, 1-4 oruc, saqqal, isbal, hər şey. Sən mənə soruşursan ki, kimlə oturub durur? Mənə deyin görüm, kimlə oturub durur? Sufyan əs-Səvri deyir, onlar deyir, qədəri inkar edənlər. Qədəri inkar edənlər oturub durur. Deyir, onda o da qədəri inkar edəndir. Yəni, sabah ayrıl buradan, hamı özü kimisinin yanına gedəcək. Demək, cahamat, hər bir məsələdə halallar və haramlar var və şübhəli şeylər var. Yəni, təkcə yeməkdə, içməkdə, qidada deyil, hətta bütün məsələlərdə. Bütün məsələ. Bu halal və haramlar da bizim ibadətlərimizə təsir edir. Peyğəmbər s.ə.v buyurur ki, kimin mədəsi haramla dolarsa, o mədə cənnət üzü görməyəcək. O mədəni daşıyan şəxs cənnət üzü görməyəcək. Kiminsə mədəsi halallarla dolursa, halal yeyib, halal içən adam isə cəhənnəm üzü görməyəcək, cənnətdə olacaq. Adi yemək, görürsünüz, təsir edir sənin qiyamət günü cənnətə və ya cəhənnəmə düşməyinə. Həmçinin halallar və haramlar bizim dualarımızın da qəbul olmağına təsir edir. Peyğəmbər s.ə.v bir kişidən danışır, deyir ki, səfərdədir, üssü, başı toz torpaq içərisində. Əlin qaldırır Allaha, Ya Rabbi deyə dua edir.
Amma onun duası qəbul olmur. Sual verə bilərsiniz ki, niyə qəbul olmasın? Axı duanın qəbul olmasının səbəblərinin çoxsu burada var. Səfərdədir, səfərdə dualar qəbul olur. İzdirablı çətin vaxtdadır, dua eləsə duası qəbul olur. Ya Rabbi, Ya Rabbi deyə Allahın adı və sifətlərlə dua edir, duası qəbul olur. Əlin qaldırır. Əl qaldıranda dualar qəbul olur. Və nə üçün bu kişinin duası qəbul olmur? Peyğəmbər s.ə.v deyir ki, ona görə ki, yediyi haramdır, içdiyi haramdır, geyindiyi haramdır, haramla qidalanır. Belə adamın duası necə qəbul olsun? Görürsünüz, qayda. Yəni, bir adam nə qədər Allaha ad və sifətləri ilə dua eləsə də, səfərdə ola-ola dua eləsə də, əlin qaldırsa da, lakin qardaş, sən haram yeyirsənsə, aydındır. Söhbət ola bilsin, yediyin məsələn bulkurdur. Aydındır. Deyərsən ki, halalda axı bulkur. Təkcə yeməyin halal olmağı kifayət eləmir. Bunun bu surfiyə qədər gəlmə yolu da halal olmalıdır. Aydındır. Bəlkə sən bunu faizdən qazanıb almısan. Bu yenə halal sayılır. Bu qida, bu surfiyə gələnə qədər halal yolla gəlibsə, onda halaldır. Amma əgər məhsul halaldır, gəliş yolu haramdır. O yemək olmaz. Tam əksi. Halalçılıqla qazanmısan, amma gətirdiyin şey surfiyə icazəlidir. Yemək olmaz. Halal yemək, halal içki məsələn. Halal içəcəklər. Ola bilsin, sən şirə içirsən, meyvə şirəsi, çay və s. Aydındır, onun gəlmə yolu da surfiyə halal olmalıdır. O zaman o halal sayılır. Geyimlər məsələn. Ola bilsin, mən aldığım bu jaket halal yolla, halal qazanc almışam. Bu şalvarı halal yolla, halal qazanc, amma şəriətə uyğun deyilsə, məsələn, şalvarımın balağı topuqdan aşağıdır, yuxarıdır. Gərək nədir? Buna riayət olunuz, yoxsa günahdır, o günah geyimdir, topuqdan aşağı Peyğəmbər s.ə.v cəhənnəm odunda yanacaq. Onda dualar qəbul olmur. Və bunlara fikir vermək lazımdır. Həmçinin digər qidalar halala, harama fikir vermək lazımdır. Haram isə odur ki, özünün yeyilməsi şərən icazəli deyil. Şərən, şəriət icazəli. Yaxud da ola bilsin bu şey icazəli, amma surfiyə gəlmək tərzi halal deyil. Ya qazanc, ya niyyət məsələn, aydındır. Məsələn, tort. Yemək olar, yemək olar. Tort yemək olar. Ancaq bu tort pişib ad günü münasibəti ilə. Mövlud münasibəti ilə. Tort halaldır, başa düşürəm. Amma bişirilmə məqsədi icazəli deyil. Ona görə nədir? Yeyilmir. Əlbəttə ki, dəyərli cəmaat, Allah subhanahu və teala bu halalları, bu haramları bizə bildirir öz kəlamı Qur'an-ı Kərimlə və özünün göndərmiş olduğu Peyğəmbər Muhammed s.ə.v-in səhih sünnəsi ilə. Allah Teala bizlərə Qur'an-ı Kərimdə Peyğəmbəri haqqında danışanda deyir ki, وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَائِثِ. O Peyğəmbər onlara gözəl şeyləri halal edir və pis şeyləri, xəbis şeyləri isə haram edir. Həqiqətən də bu belədir. Baxanda halallara baxağın, hamısı gözəldir. Sən şəriətdə icazəli və halal şeylər arasında bir dənə xoşa gəlməz şey tapa bilmərsən. Hamısı gözəldir, hamısı yaxşıdır. Haramlara isə baxaq. Həqiqətən də hamısı pisdir. Hamısı xəbisdir. Məsələn, donuz əti. Haramdır, haramdır. Və pis şeydir. Xəstəliklər var, qurd var. Bugün hətta qeyri-müsəlman həkimlər donuzun və onun yaşayışının və onun ətinin nə qədər pis olmağından. İçki, sərxoş edici içkilər. Hər bir şərrin atasıdır, anasıdır. Hər bir şərrin başında bilin ki, içki var. Zina mı? Bilin ki, içib zina edeyim. Adam mı öldürüb? Bilin ki, içkili olub. Maşınla kimisə mi vurub? Çox vaxt içkili çıxırlar. Qumar mı? Hamısının başında içki var. Bugün içkinin açdığı fəsadlara baxağın, həkimlər bağırır. İnsanın kişiliyini aparır. İnsanın nəsil artırmağının qarşısını alır. Bədənlə zəifləyir. Şəxsiyyət kimi şəxsiyyətdən düşür. Mədə, bağırsaq, o sirroz xəstəliyi. Hamısı içki ucbatındandır. Heç kim demir bal ucbatındandır, su ucbatındandır, yaxud meyvə şirələri ucbatındandır. Hamısı nədir? İçki ucbatındandır. Qumar, faiz.
Hansı evə qumar, faiz girirsə, heç halalı haramı qalsın qırağa. O evdə o kişiyə hörmət olurmu? O evdə daima söz söhbət olur. Haramçılıqla, qurulan faizlə və yaxud da qumarla həmişə söz söhbət olur və o evin kişisi, kişi kimi olmadığı kimi uşaqları da gedir, Allah qorusun, küçədə, bayırda çox pis tərbiyə ilə yetişir. Qadın da ki, nəysə, həmişə belə olur. Adam öldürmək, haqsız yerə adam öldürmək, bir insanı öldürmək, bütün insanlığı öldürmək kimidir buyurur dinimiz. Şəriət o qadağan eləyib, haqsız yerə kimisə öldürməyi. Baxırsan, həqiqətən də elə haramlar ən məsləhətli şeylərdir ki, bizim üçün ola haram olub. Halallar isə insanın xeyrinə və faydasına olan şeylərdir ki, Allah Teala onları halal eləyib. Allah Subhanahu və Teala bizləri halallarla kifayətlənib, haramlardan çəkinən qullarından etsin. Allah Subhanahu və Teala bizlərə halallara əməl eləməyi, yeməyi, içməyi, yaşamağı müvəffəq etsin. Bununla da bizim dinimiz, irzimiz, adımız, sanımız ayaq üstə qalır. O haramlardan uzaq eləsin. O haramlar ki, bizi dinimizdən aparacaq. İrzimizi, adımızı, sanımızı ləkələyəcək. Ondan uzaq eləsin. Allah Teala bizi o şübhəli şeylərdən də qorusun. Şübhəli adamlardan qorusun. Şübhəli fikirlərdən qorusun ki, gedib sonda harama və batilə düşməyək. Allah Teala bu gözəl məclisi hazırlayan siz dəyərli qardaşlardan razı olsun. Uca Allah bizləri eşidib başa düşüb faydalanan və ən gözəl və tabi olan qullarından etsin.